Nə qədər şablon sual görərsiniz. Dostlar, fizikadan möhtəşəm bir sualla gəlmişəm qarşınıza. Deyir ki, M2 kütləli cisim budur, M1 kütləli cisim budur. Deyir ki, M1 3M kütləsi olarsa və T gərilmə 1,2 mc-yə bərabər olarsa, M2 cisminin kütləsini tapın. Variantları da bizə verib belə. Bu sualda gələ mən sizə bir dənə deməsəm heç nə, baxıb 15 dəqiqə qalarsan baxarsan bu suala. Amma halbuki çox asan sualdır, nəyə görə? Gedək bunun həllinə. Deməli dostlar, bu tərpənməz blok verib, belə deyil. Ona görə tərpənməz bloksa rahat biz bunu üfüqi müstəvidə yaza bilərik. Üfüqi müstəvidə gəl mən bunu çəksəm. M2 kütləli cisim ifadə edirəm belə. Bağlanıb M1 kütləli cismə. Bu da müəyyən bir F qüvvəsi var da. Bu F qüvvəsi nədir? Blokda bağlanmağın səbəbi odur ki, bunun F qüvvəsi bunun ağırlıq qüvvəsinə bərabərdir. Ağırlıq qüvvəsi nəyə bərabər olar? 3 mc-yə. Deməli bu M1 cismini dartan qüvvə 3 mc qüvvəsidir. F bərabərdir 3 mc. Gərilmə də burada olur, elə deyil. Biz bunu üfüqi müstəvidə göstərdiyimizə görə qalan gedir rahat qaydasında. Burada qalır hesablama riyaziyyata ehtiyacımız var. Biraz gəl yaxına göstərəm sənə. Burada yazılır ki, M2 kütləli cismi dartır T gərilmə. M2 üstünə gəlinsin, M1 kütləli cismi dartır 3 mc. İndi yazırıq. Bizə verib ki, M1 3 mc, elə deyil. Ona görə yazırıq. M2 bərabər T gərilmə 1,2 mc. M2 üstünə gəlinsin 3 m isə 3 mc. Tərəf-tərəfə vururuq. M2 vurulsun 3 mc, böyləyirlə 3 m M2c bərabərdir 1,2 m M2c üstə gəlsin 3,6 m kvadrat c. Hər tərəfdə m var, m-ə bölürəm. Qalır nə? 3 M2c. Bunu da m-ə bölsəm, atsam o tərəfə, çıxılsın 1,2 M2c bərabərdir. M-ə böldüm hər tərəfi, qaldı 3,6 mc. Yenə də hər tərəfi j-yə bölürəm. Hər tərəfi 3c-yə bölürəm. Hər tərəfi 3c-yə bölsəm M2 çıxılsın 0,4 M2 bərabərdir 1,2 m-ə. Burada qalır nə? 0,6 M2 bərabərdir 1,2 m-ə. Hər tərəfi 0,6-ya bölsəm burada qalır 2 və M2 bərabərdir 2m cavabını alarıq. Yəni burada fizikallıq bir şey demək olar yox idi. Sadəcə tutmaq lazım idi ki, bu şəkildən F qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir və T gərilmə birincini, ağırlıq qüvvəsi hər ikisini dartır. Üfüqi müstəviyə gətirəndən sonra M2 bərabərdir 2m cavabını, Y variantını alırıq. İzlədiyinizə görə təşəkkürlər fizika sevərlər.